Salam əziz tarix sevərlər. Mən bugün sizə ümumi tarixdən Asiya Hun dövlətinin yaranması, əhəmiyyəti, əhalisi məşğuliyyəti və Çinlilərlə olan münasibətlərindən danışacağam. Asiya Hun dövləti Mərkəzi Asiyada ilk yaranmış türk dövlətlərindən biridir. Yaradıcısı Teymman Tanhu olmuşdur. Mövcud olması illər eradan və 220, eradan və 58-ci ildir. Paytaxtı Ötkən şəhəri olmuşdur. Ərazisi Mete xaqanının vaxtında şərqdən Koreya, qərbdən Xəzər dənizi, şimalda Sibir, cənubda Qaşqara-dək olmuşdur. Qədim türklər dünyada müxtəlif adlarla tanınırdı. Hun, Göytürk, Oğuz. Mərkəzi Asiya çöllərində qədim türklər şərqsiz hakim idilər. Əsasən maldarlıqla məşğul olurdular. Otlaqlar və su mənbələri ardınca böyük çöldə qədim türklər şərqdən qərbə, qərbdən şərqə köç etmişdilər. Avrasiya qitəsində qüdrətli dövlətlər qurmuşdular. Özlərinə xas döyüş usulları, silahları və sənətkarlıq nümunələri ilə dünya mədəniyyətinə bir sıra yeniliklər bəxş etmişdilər. Böyük çöl dedikdə Qobu səhrasından Qara dənizin şimalına qədər uzanan düzənlik ərazilər nəzərdə tutulur. Qədim Hun tayfaları haqqında məlumatlar eradan əvvəl 2-ci minillikdə Çin mənbələrində göstərilmişdir. Türk mənşəli köçəri tayfalar idilər. Çin mənbələrindən məlum olur ki, Hunların ilk siyasi birliklər eradan əvvəl 2-ci minillikdə meydana gəlmişdi. Orxan Selenqa çayları arasında ərazilərdə yaşayırdılar. Əsas məşğuliyyəti köçəri maldarlıq, sonra ovçuluq olmuşdur. Dəmirçiliklə məşğul olurdular. Sərt iqlim xüsusiyyətlərinə görə daimi yer dəyişmələri baş verirdi və yer dəyişmələri onların həyatına ciddi təsir göstərirdi. Köçmə maldarlıqla məşğul olduğu üçün qalalara, sədlərə ehtiyac duymurdular. Boşluq səhralarda hər an təhlükələrə hazır olurdular. Buna görə də uşaqlıqdan böyük çölün şərtlərinə uyğun böyümüşdülər. Buna görə də kiçik yaşlarından uşaqlara hərb sənətinin sirlərini öyrədir, at çapmaq, ox atmaq vərdişlərini yiyələnirdilər. Mənbələr qədim Hunlar haqqında deyirdilər ki, əskərləri yay çəkən güclü zirehli süvarilər idilər, ənənələrə görə sülh dövründə maldarlıqla məşğul olur, vəhşi heyvanları ovlayırdılar. Fövqəladə hallarda döyüş təlimləri ilə məşq edirdilər. Bu onların həyat tərzi idi. Uzaq silahları yay ox idi. Əlbəyaxa döyüş silahları isə balta, nizə idi. Teymman Tanhu'nun Asiya dövlətini yaratması eradan 3-cü əsrə aiddir. Teymman Tanhu Hun dövlətini yaratmaq üçün vahid dövlətin tərkibində olan tayfaları birləşdirmişdir və Asiya Hun dövlətini yaratmışdır. Paytaxtı Ötkən şəhəri olmuşdur. Xaqan mənasını verən Tanhu tayfa başçılarının deməkdir. Teymman Tanhu'nun dövlətin yaranması ilə bərabər eyni anda Çində vahid dövlətin yaranması da baş vermişdir. Onlar arasında uzun sürən çəkişmələr dövrü başlamışdır. Piyadalar üstünlük verən Çinlilərdən fərqli olaraq Hunlar süvari döyüşürdülər. Uzaq məsafədən ox atmaqla düşmənə zərər verdilər. Düşmən zəiflətdikdən sonra əlbəyaxa döyüşə keçirdilər. Çin imperatoru Sin Şixuandi döyüşkən Hun tayfalarının qarşısını almaq üçün Böyük Çin səddi tikilməsini əmr etdi. Bu hadisə eradan və 214-cü ildə baş vermişdir. Lakin Böyük Çin səddinin tikilməsinə baxmayaraq Hunlar səddin zəif keçilən yerlərindən keçərək Çinə yürüşlər təşkil edirdilər. Bu da Çinlilərlə Hunlar arasında müharibələr səbəb olurdu. Mete Tanhu'nun hakimiyyəti dövründə eradan və 209-174-cü ildə Asiya Hun dövləti ən qüdrətli dövrünə gəlib çatdı. Mete xanın dövründə Mərkəzi Asiyada möhkəmləndi. Ordu islahatı keçirildi. İslahata əsasən həm Hun süvarisi 10-luq, 100-lük, 1000-lik, 10 minlik dəstələr şəklində təşkil edilmişdi. Orduya nizam-intizam yaradılmışdı. Səs ilə düşməni vahiməyə salan, fit çalan oxların düzəldilməsi də Mete'nin adı ilə bağlıdır. Mərkəzi Asiyadakı bütün 26 tayfanı Mete hakimiyyəti altında birləşdirmişdir. Monqol və Tibet tayfalarını tabe etmişdi. Hunlar Çinə yürüşlərini uğurla davam etdirmişdi. Eradan və 200-cü ildə Pinçen şəhəri yaxınlığında baş verən həlledici döyüşdə Turan taktikasını istifadə edən Hunlar Çini məğlubiyyətə uğratmışdılar. Bunun nəticəsində Xan sülaləsi Mete Tanhu ilə Pinçen sülhünü imzalamışdı. Pinçen sülhünün şərtinə görə Çinlilər hər il Hunlara xərac ödəməli idi. Çin asılı vəziyyətə düşürdü. Şimali Çin Hun dövlətinə verilmişdi. Çinin ticarət yollarının Hunların nəzarətinə keçməsi ilə
razılaşmalı oldu. Beləliklə, Meteor Tanhu'nun işğalları nəticəsində Asiya Hun dövləti imperiyaya çevrildi. Böyük İpək yolu Hunların nəzarətinə keçdi. Çin xanlıqlarında Meteor Tanhu Tanrı Qutu, Tanrının yer üzünə bəxş etdiyi siyasi hakimiyyəti olan şəxs nəzərdə tutulur. Oğuznamələrdə isə o Oğuz Xaqan adlandırılırdı. Pinçen yaxınlığındakı Eradan və 200-cü ildə döyüşdə Hunlar Çini məğlub etmək üçün Turan taktikasından istifadə etmişdilər. Turan taktikası nə deməkdir? Turan taktikasına görə qoşun aypara şəklində, Hun qoşunu aypara şəklində düzülürdü və məqsədyönlü olaraq mərkəz zəif, cinahlar isə güclü olurdu. Düşmən mərkəzə hücum etdiyi zaman güclü cinahlar düşməni mühasirəyə alırdılar və bunun nəticəsində düşməni məğlubiyyətə uğrayırdı. Bu taktikadan sonralar Axun hökmdarı Axsufar xan Sasaniləri məğlub etmək üçün istifadə etdi. Malazgirddə Səlcuqlar Bizansı məğlub etmək üçün istifadə etdilər. Sufiyəndə isə Səfəvilər Osmanlıları məğlub etmək üçün istifadə etmişdir. Asiya Hun dövlətinin parçalanması və süqutu. Eradan 1-ci yüzilin əvvəllərində Asiya Hun dövləti Çinin təsiri ilə daxili çəkişmələr nəticəsində zəifləməyə başladı. Bunun da bir səbəbi nigah diplomasiyası idi. Xan sülaləsinin hökmdarları Hun dövlətinin zəifləməsində maraqlı idi. Açıq müharibələrdən məğlub olan xan hökmdarları nigah diplomatiyasından istifadə edərək bu yollar Hun şəhzadələrinin arasında ədavət yaradırdılar. Hun dövlətinin daxili işlərinə qarışırdılar və onu zəiflətməyə çalışırdılar. Həmçinin Çinlilər Hunların döyüş üsullarını öyrənmişdilər, suvarı qoşun təşkil etmişdilər. Çinin məqsədi Hun dövlətinin asılılığından son qoymaq, hər il ödədikləri ağır vergidən xilas olmaq idi. Eradan 58-ci ildə anası Çinli olan Hun şahzadəsi Kiyok Hun dövlətini Çinə tabe etmək istədi. Lakin anası Türk şahzadəsi olan Çiçi Tanhu buna etiraz etdi. Şəhzadələr arasında düşən çəkişmələr nəticəsində Asiya Hun dövləti həmin ildə iki hissəyə Qərbi Hun dövlətinə, Şərqi Hun dövlətinə parçalandı. Qərbi Asiya Hun dövləti Çiçi Tanhu başçılıq edirdi. Bir müddət müstəqilliyini qoruya bilmişdi. Şərqi Asiya Hun dövlətinə isə Çinə tabe olmuşdu. Sonradan müstəqillik əldə etsə də sonra da qoruya bilmədi və eramızın 3-cü əsrində süqut etdi. Asiya Hun dövlətinin dağılmasından sonra Qərb Hunları Avropa Hun dövlətini yaratdılar. Cənub Hunları Mərkəzi Asiyada Ağ Hun dövlətini yaratdılar. Şərq Hunları isə Göytürk dövlətinin əsasını qoydular. Çiçi Tanhu'nun hakimiyyəti dövründə Çinlilərlə hakimiyyət davası baş verdi. Çiçi Tanhu hakimiyyəti dövründə Tanrı dağlarının şimalı, İssıq gölün ətrafı ərazilər tabe edilərək ölkənin sərhədlərini qərbə doğru genişləndirməyə kömək etdi. Lakin parçalanma Hunları çox zəiflətmişdi. Xan hökmdarı İpək yolunu nəzarətə yenidən ələ keçirmək məqsədi ilə Eradan 36-cı ildə Qərbi Hun dövlətinin üzərində yürüş etdi. Yürüş nəticəsində hökm ötükən tutuldu, İpək yolu üzərindəki şəhərlər qarət edildi, Hunlar qəhrəman olub döyüşçələrdə məğlub oldular, Qərbi Asiya Hun dövləti süqut etdi. Bu məğlubiyyətdən sonra Hunlar qərbə Ural dağları təsəqlərinə İdil çayı sahillərinə köç etdilər. 3-cü əsrdə Şərqi Hun dövləti süqut etdi. Hunları idarə etmə el adlanırdı. El xalq ilə dövlətin birləşdiyi bir sistem idi. Digər türk mənşəli dövlətlərdə olduğu kimi Hunlar hökmdar hakimiyyətinin Tanrıdan gəldiyinə inanırdılar. Hun tanrıları göy tanrının yer üzündə nümayəndələri sayılırdı. İskitlərdə olduğu kimi Hun ordusunun əsasını suvarlar təşkil edirdi. Hunlar anaformizm, zərgərlik məlumatlar, heyvan fiqurları, qılınclar hazırlayırdılar. Axirət dünyasına inanırdılar. Digər türk boylarında olduğu kimi Hunlar da tanrıçılıq dininə inanırdılar. Hunlar göy tanrıya sitayiş edir, yaradışın ondan gəldiyinə inanırdılar. Onların inancında günəş ay tanrıları xüsusi yer tuturdu. Tanrının yaratma hadisələri müdəvəsi Qut adlanırdı. Hun inancında şamançılıq da mühüm yer tuturdu. Hunlar şamanlar tanrı arasında, insanlar arasında vasitəçi rolunu inanırdılar. Asiya Hun və Qərbi Asiya Hun dövləti üçün ortaq cəhət budur ki, İpək yolunu nəzarətə ələ keçirmişdilər və Çinlə mübarizə aparmışdılar. Şərqi Asiya Hun və Qərbi Asiya Hun
dövlətin süqutu üçün əsas cəhət o idi ki, Çin tərəfindən süquta uğradılmışdı. Qədim Şumerlər Hunlar üçün oxşar cəhətlər türk mənşəli olmuş, quldar dövlət yaratmışdılar. Qadınlar cəmiyyətin siyasi həyatında mühüm rol oynamışlar və iştirak etmişlər. Əhali arasında şaxtanrıcılıq yayılmışdı. İskit və Hun tayfalarının tarixi üçün oxşar cəhətlərdən biri bu idi ki, türk mənşəli idilər, ordusunun əsasını süvarilər təşkil edirdi, köçəri həyat tərzi sürür, köçəri maldarlıqla məşğul olurdular. Qədim Misir, Şumer, şəhər dövlətləri Asiya Hun dövləti üçün idarəetmə sistemi üçün oxşar cəhət budur ki, hökmdar hakimiyyəti irsən keçirdi, hakimiyyətin Tanrıdan gəldiyinə inanılırdı. Misir ilə Hun dövlətinin süqut tarixində oxşar cəhət ondan ibarət idi ki, hakimiyyət uğrunda mübarizə nəticəsində zəifləmişdilər və ayrı-ayrı hissələrə parçalanmışdılar.